Salam. 6-cı sualın izahına baxaq. Yanlış bəndi müəyyən edin. Birinci ölkədə Balkan dağları yerləşir, Türkiyə ilə sərhəddir. Birinci ölkəmiz Bolqarıstandır. Bəli, Bolqarıstan Türkiyə ilə sərhədi mövcuddur və ərazisində Balkan dağları və Stara Planina yerləşir. İkinci ölkədən Dunay çayı keçir. İkinci ölkəmiz Serbiyadır. Serbiyanın dənizlərə çıxışı yoxdur, materik daxili ölkədir. Serbiyanın paytaxtı Belqraddan, bəli, Dunay çayı keçir. Üçüncü ölkə Avropa İttifaqı və NATO-ya üzvdür. Bəli, Rumıniya. Üçüncü ölkəmiz Rumıniyadır. Avropa İttifaqı və NATO-ya üzvdür. Eyni zamanda Qara dənizə çıxışı mövcuddur və Karpat dağları yerləşir. Dördüncü ölkənin sahillərində Dalmasiya tipli sahillər var. Dördüncü ölkəmiz Xorvatiyadır. Xorvatiyanın Adriatik dənizinə çıxışı mövcuddur və Dalmasiya tipli sahillərlə məşhurdur. Beşinci ölkənin dənizə çıxışı yoxdur. Beşinci ölkə Bosniyadır. Bosniyanın az da olsa Adriatik dənizinə çıxışı mövcud olduğuna görə yanlış variantımız Y variantı olacaq.